Çərşənbəniz mübarək olsun. Yel çərşənbəsi olduğuna görə bilirəm ki, bugün də çoxlarınız tonqal qalayacaqsınız. Amma bir vacib məlumatı nəzərinizdə çatdırmaq istəyirəm. Keçən həftə həddindən artıq böyük tonqallar nəticəsində şəhərin düz 10 yerində yanğın hadisəsi baş vermişdir. Allahın yaratdığı və həmin tonqallar yanan vaxt, orada yanan, məhv olan bütün varlıqların, bütün mikrocanlıların adından sizdən xahiş edirəm ki, bu tonqalları mümkün qədər kiçik ölçüdə, mümkün qədər az müddətdə yandırasınız. Bildiyiniz kimi Novruz yenidən dirçəliş, həyatın yenidən yüksəlişi bayramıdır. Ona görə bu bayramı başqaları üçün fəlakətə çevirməyək. Hələ mənim xatırladığım qədər, əvvəllər 4 çərşənbənin 4-də də tonqal qalanmırdı. Yalnız biri zamanı tonqal qalanırdı. Ümumiyyətlə, yandırılmanın torpağa çox böyük ziyanı var. Torpaq bundan sonra illərcə özünə gələ bilmir. Və onda mövcud olan bütün mikro aləm məhv olur.